Ta 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 tam. Bu da mən. Hər vaxtın xeyir olsun. Deməli başlayırıq. Neumovakin məşhur Rus professorudur və onun üsulu ilə sodalı su hazırlayacağıq və getdik. Deməli bir stəkan deyərdim, amma banka daha rahat olur. Deməli bu bankaya gecə qaynanmış çaydanda qalan su ya da ki səhər biraz soyudulmuş qırağa tökürəm ki, əlavə edəndə çox qaynar olub gözləməyə düşməsin. Vidiş, это banочka. Və çaydanın altını yandırırıq. Götürürük soda. Sodadan. Və görsən, bu boyda götürürəm. Ya da ki, belə deyək də, bir qaşıq dolu olmuyor. Belə. Tökürəm bankaya. İndi gözləyirik çaydan qaynasın. Çaydan səsini eşitirsən, səssiz çaydan olanda yandırıram mən. Və görsən çaydandan suyu tökürəm. Görsən çıs eləyir. Belə qarışdırırsan. O çıs eləməsə təzən başlayırsan. Elədin mi? Sonra o kənara qoyan, bax, qaynanmış suyu başlayırsan bu üstünə tökməyə. Amma o çıs olub, mən o şey yatmalıdır. Qabarcıqlar hamısı sakitləşəndə əlavə edirsən və bu dolu olmalıdır, ilıq olmalıdır. Bu dolu olmalıdır, özü də ilıq olmalıdır. Biraz isti su əlavə edirik. Deməli belə. Və bunu ac qarnına içirsən. Gözəl. Deməli bunu ac qarnına içirsən, 15-20 dəqiqə də yarım saat gözləyirsən. Yeməyi sonra yeyirsən. Всё. Afiyet olsun və Allah şəfa versin. Beləliklə biz özümüzdən asılı olanları eləməliyik ki, sağlam bədəndə olaq. Sağlam bədən olmayanda heç bir şey gözünə görünmür insanın. İşte göndərdim Zaqataladan günəşin də qızdırdığı enerji və sevgi şüalarını.